Esselamu Aleyküm ve Rahmetullah Barakatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, bugün ikinci gündeki elhamdülillah bizim bildirçin cücelerin çıkan günüdür. Demiştim ki size birinci gün deməli təmiz su verici ev şəraitində, temperaturunda olan bir su 24 saat içilir. Sonra değerli izleyiciler, sularına ne qatırsınız? Gedirsiniz Baytar aptekindən emoksilin adlı antibiyotik alırsınız ve ona 1 qram deməli tiktonik vitamin qatırsınız, verirsiniz. Eğer emoksilin antibiyotik olmasa, başka bir antibiyotik olsa emoksilin tərkibli alırsınız. Və yaxud bunların heç biri sizdə olmasa, hansı bir antibiyotik olmasa, yəni vaxtında ala bilməsəniz, mənim kimi, mən də mənə izah edən kimi elədim. Deməli, adi aptekdən bir dənə pensilin alırsınız, bir ampula pensilin, 1 litre suya və daha onu əlavə edirsiniz. 1 qram, 1 milli tiktonik və 3-5 gün verirsiniz. Yaxşı olardı ki, gündə 2 dəfə bunu dəyişəsiniz. Yəni, belə olsa daha yaxşı olar. Bax, belə dəyərli izləyicilər, maşallah pis deyil, Allah həmd olsun. 3-5 gün dediyim kimi bu vitaminlə antibiyotik verirsiniz. İnşallah temperatur da hələ ki 3-5 gün 36-35 dərəcə qalır. İstilik də, sularını da imkan qədər gündə 2 dəfə dəyişirsiniz. Bax, belə dəyərli izləyicilər. İnşallah ardıcıl video çəkib sizinlə bölüşəcəm. Abunə olmayana zəhmət olmaz, abunə olun. Like qoymaq unutmayın, sevinərəm. Mənə dəstək olun. Allah'a emanet olun dəyərli izləyicilər. Esselamu Aleyküm və Rahmetullah Barakatuhu.